Bildiyiniz kimi Macarıstan Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür və biz bu təşkilata 2018-ci ildə qoşulmuşuq. Bu addım Macarıstan üçün mühüm əhəmiyyət daşıyırdı. Çünki şərqə açılım siyasətindən dərhal sonra ölkəmiz diqqətini birbaşa şərqə yönəltdi. Bu əməkdaşlıq bizə Türk dünyası ilə, xüsusilə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızstan, Özbəkistan, Türkmənistan və əlbəttə ki, Şimali Kipr Türk Respublikası ilə münasibətlərimizi gücləndirmək baxımından mühüm imkanlar yaratdı. Bu cür əməkdaşlıq çərçivəsində keçirilən qeyri-hökumət təşkilatlarının forumu kimi tədbirlər bir daha sübut edir ki, birlikdə daha güclüyük və Türk dünyası ilə əməkdaşlığı daha da dərinləşdirə bilərik. Əgər birlikdə olsaq, ən vacib geosiyasi və humanitar məsələləri müzakirə edə bilərik və gələcək üçün birgə fəaliyyət göstərə bilərik. Will be the benefit of all of the organization of Turkic states, members and observers as well.